Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 24,2% Rusiya, 18% Türkiyə, 11% Hindistan, 9% İran, 4,7% Gürcüstan, 3,6% Qazaxıstan, 2,9% Pakistan, 2,5% Səudiyyə Ərəbistanı, 2,2% Birləşmiş Ərəb Əmirlikləri, 1,9% İsrail, hər birindən 1,8% olmaqla Özbəkistan və Çin, 1,5% Ukrayna, 1,4% Türkmənistan, 1,1% Küveyt, 1% Belarus, 11,4% isə digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan 2 dəfə, Çindən 1,7 dəfə, İordaniyadan 45,6%, Hindistandan 32,9%, Qırğızıstandan 32,1%, İspaniyadan 28,8%, Yaponiyadan 26,7%, Pakistandan 22,5%, ABŞ-dan 20,2%, Qazaxıstandan 17,7%, Birləşmiş Ərəb Əmirliklərindən 16,6%, Kanadadan 15,5%, Niderlanddan 10,7%, İtaliya və Misirdən 10% artıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8% hava, 26,6% quru, 1,6% isə dəniz nəqliyyatından istifadə edib.